Salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Hal-hazırda Təbriz şəhərindəyəm. Azərbaycan Muzeyinin görüntülərini sizə təqdim edirəm. Dəyərli tamaşaçılar, sizin nəzərinizə çatdırım ki, Təbriz şəhərində Quran Düşüncəsi adlı bir konferans təşkil olunub və bu konferans münasibəti ilə əlaqədar İranda təhsil alan xarici tələbələr Təbriz şəhərinə gəliblər və bununla da əlaqədar hal-hazırda xaricdən gələn tələbələr Təbriz şəhərindən gəzintiyə çıxırlar. Və ilk gəzintimiz də Azərbaycan Muzeyinə olub. İlk gəzinti Azərbaycan Muzeyinədir və bura gətirilib tələbələr. Burada sizin nəzərinizə çatdırım ki, xarici tələbələrdən Afrikadan, Rusiyadan, Azərbaycandan, Türkiyədən və başqa yerlərdən tələbələr var. Dəyərli dostlar, bəzi məlumatları istəyirəm sizin nəzərinizə çatdırım. Təbriz şəhərindəki bu muzey təşkil olunub, neçə illərdir İranda və Azərbaycanda olan qədim əşyalar bura toplanıb. Bəli. Çox gözəl. Allah sizə xeyir. Allah səni var etsin. İstəyirəm təqdim edirəm bu konferansı Azərbaycanda görsün. Çox gözəl. Ustad, ürək sözlərinizi buyurun. Mən bilmirəm nə deyim. Əvvəla Təbriz şəhərində olmaqdan məmnunluq hissi duyuruq. Hal-hazırda Azərbaycan Muzeyinin üçüncü mərtəbəsi. İkinci mərtəbəsində və İslam dini dövrünə aid olan bir sıra, belə deyək, materiallarla tanış oluruq burada. Hal-hazırda burada möhürlərdir, qədimi möhürlər, İslamdan əvvəl, İslamdan öncə. Ondan sonra o bir bölmədə saxsı qablar idi. Gözəldir tarixi bilmək, amma tarixi bilmək yetər ki, insan tarixdən ibrət götürsün inşallah gələcək nəsil üçün. Təşəkkür edirəm sizə. Allah kömək, Allah xeyir versin. Əziz olasınız. Doğrudan da çox gözəl işdir, təqdirə layiq işdir ki, bu şəkilləri Təbriz şəhərində saxlayırlar. Həqiqətən, tarixi unutmayırlar.
Tarix budur da. Adam bura məlumatlı gəlir. Ali. Şarkına böyle. Yine Ali'ye telefon. Dəyərli dostlar, Səttarxanın şəkli budur. Bu da Bağırxan. Tariximizdir ha, Azərbaycanın tarixi. Adam ne diyor? Gəl kişilər olur. Döyüşüblər də sarılmış. Değerli dostlar, bu tapanca şey var, bu Səttarxanın şəxsi tapancasıdır. Değerli dostlar, bu büstü ki görürsünüz, bu Bağırxanın büstüdür. Ahire. مشروطی دو تا برادر بودن دیگه ستار و امیر حشمت نسل ایرانی سلام. که ستارخان زنده باش. عکس گرفتم دو سه تا. من گرفتم. از همه بیشتر. دست در Salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Hal-hazırda Təbriz şəhərindəyik, Əl-Mustafa Beynəlxalq Universitetinin təşkil etdiyi konferansdayım. Xatırladım ki, Əl-Mustafa Beynəlxalq Universiteti Qum şəhərində yerləşir və onun filialları İranın bir çox şəhərlərində var. Təbii ki, Təbriz şəhərində Əl-Mustafa Beynəlxalq Universitetinin nümayəndəliyi olduğu üçün bu konferans Təbriz şəhərində təşkil olunmuşdur. Və bundan da əlavə Təbriz şəhəri ev sahibliyi edir. Bu konferansda Əl-Mustafa Beynəlxalq Universitetinin tələbələri gəlirlər. Təbii ki, bu tələbələr xarici tələbələrdir. Burada
bu tələbələrdən Nigeriyadan, Afqanistandan, Rusiyadan və bir çox digər ölkələrdən Təbriz şəhərinə təşrif buyuranlar vardır. Təbii ki, burada Azərbaycanlılar və türklər də Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alırlar. Təbrizin xalça bazarı. Həqiqətən gözəldir. Təbrizin bu bazarı təqdirə layiqdir. Çox gözəl. Deməli, hücrələrdə, balaca bağda hücrələrdə xalçalar satılırlar. Çox yaxşı. Qədimi hücrələr. Bu arada bunu da deyim ki, Təbriz əhalisi Afrikalıları görüb çox təzir edirlər. Yəqin ki, bura Afrikalılar gəlmir. Ya da gəlsə də qəribə ki, görmürlər. Yəni, çox maraqla baxırlar. Deyim onda nə? Afrikalılarını görəcək. O Afrikalıdır. Afrikadan gəlir. Afrikalı mallar görməyiblər. Çox qəribədir, həqiqətən. Təbriz cəmaatı doğrudan da həm xeyirxah cəmaatdır, millətdir, həm də ki, baməzə cəmaatdır. Ağa güzəşdir. Afrikalıların gəlməsi lap qəşəng olur. Buyursun, hə. Bahar aldı. Bahar aldı. Biz başdanıq. Azərbaycan. Yox, bunlar yox, qaralar Əfqanistan, Pakistan, Hindistan, Afrika, Nigeriya, Kongo. Tələbələrdir. Tələbələr. Cəmiyyətçi Mustafa, Əl-Mustafa Beynəlxalq Universiteti. Yox, Qum, İsfahan, Məkkə. Yox, oxuyurlar, oradan gəlirlər. Ha, oradan gəlib, gəzməyə gəlib. Bəli, gəlirlər. Çıxam gelir.